Dedik ki 17-18-ci əsrlərdə Rusiyanın ümumi vəziyyətinə baxdığımızda birinci sosial-iqtisadi vəziyyətinə baxırıq. Sosial-iqtisadi vəziyyətə baxdığımızda Rusiyada kapitalist münasibətlər qismən inkişaf etməyə başlamışdı. Bu dövrdə artıq 17-ci əsrdə manufaktura yaradılırdı. Bu manufaktura xüsusən Rusiyada xarici ölkələr tərəfindən yaradılmışdı, xüsusən Hollandlar tərəfindən və xüsusi olaraq silah manufakturaları əsas yaradılacaqdı. Sonraki dövrdə Ruslar öz sahibkarlar da manufaktura yaratmağa başladılar ki, bunlar da xüsusi olaraq silah manufakturaları daha çox yayılırdı. Bu dövrdə Rusiyada artıq əmtəpul münasibətlə inkişaf eləməyə başlamışdı, bazar münasibətlə inkişaf eləməyə başlamışdı, daxili bazar münasibətlə də artıq inkişaf eləyəcəkdi. Daxili bazarın inkişaf etmə səbəbləri Rusiyada dövlətin daxili gömrük rüsumlarının 17-ci əsrin ortalarında ləğv eləməsi və vilayətlər arası əlaqələrin genişlənməsi, Avropa ilə və Şərq ilə də bu dövrdə ticarət əlaqələri daha da genişlənir. Ticarət əlaqələri dediyimizdə burada Şərq ilə Həştərxan vasitəsilə, Şərq dediyimiz xüsusən Cənubi Qafqaz və digər bölgələr, Arxangelsk isə Qərb ölkələrlə ticarət əlaqələrində daha çox rol oynayırdı, aparıcı rol oynayacaqdı. 17-ci əsrdə Rusiyanın siyasi vəziyyətinə baxdığımızda görürük ki, monarxiya dövləti idi, mütləq monarxiyanın hökm sürürdü. Artıq Zemstvo məclisləri tam şəkildə çağırılmırdı Rusiyada. Hökmdar çar özünün bildiyi kimi dövləti idarə edirdi və 1613-cü ildə Rusiyada Romanovlar sülaləsi hakimə gələcəkdi. 17-ci əsrdə yeni sülalənin hakimə gəlməsi Çin, Rusiya və İngiltərəni ortaq cəhət kimi verirsiniz. Romanov sülaləsi hakimiyyətə gəldi 1613-cü ildə və bu dövrdə 17-ci əsrdə Rusiya tarixinə baxdığımızda artıq Rusiyanın xarici siyasəti və daxili siyasəti Romanovlardan tam şəkildə istiqamətlənmişdir. Birinci 1649-cu ildə Məclis qanunnaməsi imzalanmışdı. Məclis qanunnaməsi ilə Rusiyada artıq zədəcanların hüquqları rəsmiləşəcəkdi. Zədəcanların hüquqları əhatəsi genişləndiriləcəkdi və imtiyazları artırılacaqdı. Hətta zədəcanların torpağında yaşayan kəndlilər isə zədəcanın özünə məxsus olan bir mülk hesab olunacaqdı. Bununla da Rusiyada təhkimçinin əsası qoyulacaqdı. 49 bilirsiniz İngiltərədə Respublikanın yaranmasıdır. Həmçinin bu dövrdə 1667-ci ildə ticarət əsasnaməsi imzalanacaqdı. Ticarət əsasnaməsinə görə xarici dövlətlərin tacirləri ancaq sərhəddə Rus tacirlərə öz məhsullarını satıb çıxıb gedəcəkdilər və xarici dövlətlərin məhsulları yüksək gömrük rüsumu tətbiq ediləcəkdir ki, bu da məqsəd daxili bazarı inkişaf elətdirməkdir və daxili yerli istehsalatı artırmaq olacaqdır. 17-ci əsr Rusiyanın xarici siyasətimizə baxdığımızda burada Rusiya Qara dənizə çıxış əldə etmək istəyirdi, sonra Ukrayna və Belarusiyaya ələ keçirmək istəyirdi. Bu əraziləri beləliklə işğalı əsas prioritet məsələ olacaqdı. Bu dövrdə birinci biz veririk 1653-1662-ci il aralığında bir növ belə deyək də səfərlərlə silahlı münaqişələri var idi. Bilirsiniz, bu Terekçay sahillərindəki qalalar tikilmişdi və Ruslar bu qala tikilmiş səfərlər buna narazı idilər. Hətta səfərlər bu qalaları dağıdırdılar və bu bir növ belə deyək də Rusların geri addım atmasına gətirib çıxardı. Ukrayna və Belarus uğrunda Respospolitayla 1654 və 1667-ci illərdə savaş başlamışdı və bu savaşda Ruslar qələbə qazanacaqdı. Ukraynanın bir hissəsi və Belarusiyanın bir hissəsini ələ keçirəcəkdilər. Bundan sonra bu savaşı rəsmi təsdiqi kimi 1681-ci ildə Osmanlı ilə müqavilə imzalandı. Müharibədə nəticəsində orada da artıq qəti şəkildə Rusiya, Ukraynanın və Belarusiyanın bir hissəsinin ələ keçirilməsini təsdiqlənəcəkdi. Osmanlı da bunu təsdiqləyir, Respospolita təsdiqləyəcəkdi. 17-ci əsrin 80-ci illərlə baxdığımızda burada artıq Respospolita ilə Osmanlı arasında münasibətlər, daha doğrusu Rusiya arasında münasibətlər yaxşılaşmışdır. Buna səbəb Osmanlı'nın Viyananı mühasirəyə alması, 1683-də uğursuz olması, Avropanın bundan qorxub yeni bir ittifaq ki, keçmiş Osmanlı dərəsində müqəddəs birliyi yaratmışdı və Respospolita Rusiyanı bu müqəddəs birliyə şamil edirdi və bu vaxt 1. Pyotr 1686-cı ildə Respospolita ilə müqavilə imzalayacaqdı
müqavilənin şərtlərinə görə Respublika Ukrayna üzərində və Belarus üzərində Rusiyanın hegemonluğunu qəbul edəcəkdi, tutduğu əraziləri rəsmi şəkildə tanıyacaqdı və tarixi düşmənçiliyə son qoyulacaqdı və Osmanlıya qarşı birgə mübarizə aparılacaqdı. Lakin müqəddəs birliyə daxil olsa da birinci Pyotr burada istədiklərini əldə edə bilməmişdi və geri addım atmaq məcburiyyətində qalacaqdı. Bu dövrdə Rusiyanın ən güclü hökmdarlarından biri birinci Pyotr olacaqdı. Birinci Pyotrun 1690-cı illərdə, yəni bunun əvvəlki dövrü var idi, amma indi yoxdur. Siz 90-cı illəri bilin, 17-ci əsrin sonlarında Qaradənizə eskadra göndərəcəkdi. Lakin bu ancaq Azov qalasını və Azov dənizinə çıxış əldə etməyə nəticələnəcəkdi. Yəni Qaradənizə çıxış əldə edə bilməyəcəkdi və bundan sonra çarəsiz qalıb Avropaya böyük elçi siyasəti göndərəcəkdi. Avropa elçi heyəti göndərməkdə məqsəd Osmanlıya qarşı mübarizə idi. Bu Uzun Həsənlə, bundan paraleldə Şah İsmayıllə və bundan paralel Şah Abbasla oxşar cəhət olacaq. Avropa elçi heyəti göndərəcək Osmanlıya qarşı, lakin Osmanlıya qarşı yox, İsveçə qarşı Şimal İttifaqı yaranacaqdı. Şimal İttifaqı yaranır və Şimal müharibəsi adına tarixə 1700-1721-ci illərə əhatə Şimal müharibəsi adlı bir müharibə daxil olacaq. Müharibənin ilk vaxtları Rusiya və onun müttəfiqləri üçün belə deyək də uğursuz olsa da sonrakı dövrdə Rus hökmdarı 1-ci Pyotrun islahatları nəticəsində güclənmiş ordu 1709-cu ildə Poltava döyüşündə İsveç qalı məğlub edir və İsveç qalı məcbur qalıb qaçın Osmanlıya sığınır və Osmanlı ərazisinə daxil 1-ci Pyotr 1711-ci Prut döyüşündə məğlub olacaqdı. 1-ci Pyotr hətta mühasirəyə düşmüşdü. Lakin Osmanlı ilə 1711 Prut müqaviləsi imzalanacaqdı. Bu müqavilənin şərtinə görə Osmanlıda 1690-cı illərdə, 17-ci əsr 90-cı illərdə alınan torpaqlar Azov qalası və Azov dənizi qaytarılır Osmanlıya, İsveç qalıcı ölkəsinə qayıdacaqdı və Rusiya isə buna toxunmayacaqdı. Nəticə etibarilə Prut müqaviləsinin imzalamaq məcburiyyətində qalıb Pyotr. Lakin ümumi Şimal müharibəsinə baxdığımızda Rusiya Şimal müharibəsini 1721-ci ildə qələbə qazanır və Baltik dəniz sahillərinə çıxış əldə edəcəkdi. 1721-də bağlanan müqaviləyə görə Rusiya Baltik dəniz sahillərinə çıxış əldə edir, Baltik dənizinə çıxış əldə edəcəkdi və Rusiya imperiya çevriləcəkdi. 1-ci Pyotr isə imperator tutulacaqdı. İmperator tutulan hökmdarları burada hamısını bir-bir sıralayırsınız. Bu dövrdə Rusiya Şimal müharibəsini apardığı bir müddətdə həmçinin daxilində islahatlar keçirir. İslahatlar keçirməkdən məqsəd öz dövlətinin Avropa dövlətlərinin gerini aradan qaldırmaqdır. Çünki böyük elçilik siyasəti zamanı özü də getmişdi o elçi heyətinin içərisində gizlin olaraq və oradakı olan Avropadakı hərbi donanmanı, ordunu idarə etməni öyrənmiş və gəlib Rusiyada tətbiq edəcəkdi. Buna görə də biz 1-ci Pyotrun ordu islahatını deyirik, İnzibati islahatı deyirik, idarə islahatını deyirik, mədəni islahatı deyirik və dini islahatı da elə ayrıca verə bilərik, problem yoxdur. Ordu islahatına görə ilk dəfə hərbi donanma yaradılacaqdı Rusiya tarixində, yəni nizamlı bir hərbi donanma yaradılacaqdı orduda əskərlərin artıq bundan sonra şücaətinə görə zabit tutulanmasına icazə veriləcəkdi və rekrut toplanışı, yəni hər 20 kənddən bir nəfər orduya cəlb ediləcəkdi və bunun nəticəsində müasir tipli bir ordu yaradılacaqdı. İnzibati islahatı isə belə deyək də ölkə belə deyək bir növ paytaxt dəyişdirilməsi prosesi 1712-ci ildə Sankt-Peterburqa paytaxtı dəyişdirəcəkdi, belə veririk. İdarəetmə islahatı kollegiyalar yaradılacaqdı. Kollegiyalar bir növ nazirliyin ilkin versiyasıdır, yadda saxlayın. Nazirliyin ilkin versiyası kollegiya yaradılacaqdı və hər kollegiyanın öz səlahiyyəti dəqiqləşdiriləcəkdi. Heç bir kollegiyaya müdaxilə eləməyəcəkdi. İkinci biri isə senat yaradılacaqdı. Senat yaradılması bir növ parlamentdir və senata sonraki dövrlərdə dövlət işlərinə qarışmaq, qanun vermək, hətta imperator ölkədə olmayanda imperiyanın idarə etmə səlahiyyətləri də verəcəkdir ki, bu da onun funksiyasını artıracaq. Mədəni sahədə islahatlar, teatrlar, təqvim, sonra əlifban tətbiqi, həmçinin bu dövrdə riyaziyyat elmini bilmək xüsusi idi və riyaziyyat elmini bilməyənlər hətta evlənmək belə qəti qadağan idi. Yəni bu tipli belə deyək mədəni sahədə islahatlar gedir. Dini isə dini dövlətə tabe edəcəkdi. Dini dövlətə tabe edilməsi 1-ci Pyotr dövründə gözəl Filip ilə oxşar cəhət eləyirsiniz. Dini dövlətə tabe edilməsi 16-cı əsr İngiltərəndə verə bilərsiniz Anglikan kilsəsini. Yenə də yəni eyni şeydir. Şəxsiyyət olmasa da dövlət olaraq vermək olur. İdarəetmədə ikinci bir məsələ rütbələrə dair cədvəl idi. Rütbələrə dair cədvəl nədir uşaqlar? Rütbələrə dair cədvəldə
hər bir şəxs, dövlətə xidmət edən hər bir şəxs müəyyən bir səviyyə çatandan sonra o əsl zədəgar hüquq alacaqdır və bununla da bacaracaqlı olan şəxslər və yaxud da dövlət vəzifələrində tutulan şəxslər sırf bacaracaqlarına görə irəli getmək prinsipini aparacaq. 1-ci Pyotrun bu islahatlar nəticəsində Rusiya dövləti Avropadan gerilimini bir çox formatda bir növ aradan qaldıracaqdır və bununla da belə deyək də Rusiya inkişafı tam şəkildə təmin ediləcəkdir. 1-ci Pyotrun bundan sonra Şimal müharibəsinin başa çatdıqdan sonra 1722-1723-cü illərdə Cənubi Qafqaza hücumu var. Bilirsiniz, Bakı, Dərbənd, sonra Salyan və Rəş şəhərlərinin ələ keçirilməsi idi 22-23-cü illərdə. Sonraki dövrdə Rusiyanın 18-ci əsr 20-ci illərinə baxdığımızda, yəni 1-ci Pyotrun ölümündən sonrasına fikir verirsiniz. 1-ci Pyotr Osmanlı 1724-də İstanbul müqaviləsi imzalayır. Lakin Pyotrun ölümündən sonra 1727-də Osmanlı ilə Nabur sülhünü imzalayır. 18-ci əsr 30-cu illər tarixinə baxdığımızda isə Rusiya Səfəvilərlə 1732-ci il Rəşdi imzalayıb, 1735-ci ildə isə bir növ Gəncə müqaviləsini imzalayacaqdır və bunlar da bilirsiniz maddələrini, yəni deməyə ehtiyac yoxdur. Bunlar da 18-ci əsr 30-cu illər Rus tarixinə nəzər etməndə gördüyümüz proseslərdir. 18-ci əsrin ikinci yarısına baxdığımızda Rusiyada 1762-ci il 2-ci Yekaterina saray çevrilişi nəticəsində hakimiyyət edəcəkdir. Rusiyanın 1-ci Pyotrdan sonra ən güclü hökmdarlarından biridir. Daxildə 1-ci Pyotrdan qanuni idarəetmə sistemini təkmilləşdirəcəkdir. Zədəganlar hüquqlarını daha da genişləndirəcəkdir. Quberniya islahatı keçiriləcəkdir. Ölkə quberniyalara bölünəcəkdir və ölkənin xarici siyasəti ərazilər daha da genişlənəcəkdir. 1-ci Pyotrun ən böyük arzusu boğazlara və Qara dənizə çıxış əldə etməksə ki, bunu bacara bilmədi, ancaq Baltik dənizə çıxış əldə edə bildi və ömrü də çatmadı. Amma 2-ci Yekaterina onu yerinə yetirəcəkdir. Bildiyiniz kimi Osmanlı ilə 1768-1774-cü il müqavilələri, 1787-1791-ci il Kiçik Qaynarca və Yassı sülhlərinə görə Qara dənizdə çıxış əldə edir və qəti möhkəmdir. Kiçik Qaynarcaya görə Rusiya Qara dənizə çıxış əldə edə biləcəkdir, Qara dənizdə hərbi donanma saxlaya biləcəkdir və Bosfor darında ticarət gəmiləri keçəcəkdir. Bir də Rusiya Osmanlı ərazisində yaşayan pravoslavların bir növ himayəçisi kimi götürüləcəkdir. Bu müqavilə 1667-ci ildə Respospolitana bağlanan müqavilənin oxşar cəhətdə pravoslavların himayə götürülməsi, yəni bu maddənin olması. Orada Respospolita ərazisindəki olan pravoslavların himayə götürülməsi, orada isə Osmanlı ərazisində yaşayan pravoslavların himayə götürülməsi idi. Sonraki dövrdə 1783-də bilirsiniz, Krımdakı daxili çəkmələrdən istifadə edən Rusiya dövləti Krımı özünə ilhaq eləyəcəkdir və Şərqi Gürcüstanı da vassala çevirəcəkdir. Bu Osmanlı xoşuna gəlmədiyi üçün 87-91-ci ildə yeni bir müharibə Yassı sülhü imzalanacaqdır. Lakin Yassı sülhündə də Osmanlı məğlub olur və Krımın ilhaqını tanıyır, Şərqi Gürcüstanın Rusiyanın vassalına çevrilməsini tanıyır və Qara dənizində Osmanlı qəti şəkildə möhkəmlənə biləcəkdir. 2-ci Yekaterina Osmanlı bu məsələləri həll edəcək, sonra Cənubi Qafqaza bir növ müdaxiləyə başlayır. 1796-cı ildə Cənubi Qafqaza müdaxiləli Azərbaycana yürüyüş edir. Ağırman Xan Qacar Gürcüstan yürüyüşünü bəhanə edir. 96-cı ildə Azərbaycan Zubovun rəhbərliyi altında yürüyüş olur. Dərbənd, Gəncə, Bakı və Quba xanlıqla ilhaq edilir. Lakin bilirsiniz, Yekaterinanın ölümü və onun oğlu Pavelin gəlişi ilə Zubovun yürüyüşü yarımçıq qalır və Pavel anasının bütün işğallarını dayandırır və qoşunlarını Rusiya tərəfindən geri çəkəcəkdir. Bu da sizin 18-ci əsr Rusiya dərsidir.